Magandang araw sa inyo lahat. Muli naman tayo nagbabalik para maghatid sa inyo ng panibagong video. Para sa oras na ito, kung bago lang kayo sa aking channel, huwag niyo kalimutan mag-like at subscribe para lagi updated sa mga bago nating video na ina-upload araw-araw dito lamang yan sa ating YouTube channel. Maraming salamat sa inyong panonood. Enjoy watching. Ona görə də canlı yayında bir çox şeyimi demirəm. Alıram məhsulunu, pulunu ödəyirəm, istifadə edirəm, amma reklamını eləmirəm. Ödəniş elədiyim bir şeyin reklamını niyə eləyim ki? Başqa bir yerə xeyir niyə verim? Mən xeyir verməyəndən sonra. Seni yek, pek atmaq olmuş, məcbur düzəltmək lazımdır. Kiməsə deməliyəm düzəltməlidir, ajansa falan. Elə. Onda da yaxşılıq görməsən yaxşı öyrətmə. Nə əlaqəsi var? Allah'ım deliriciyim. Sayfa düzendirmeyesen satıcı mı? Kara kaş gözlerin elmas, bu güzellik sen Ne gösterir? Ne gösterir? Ajansa qoşulmuşam mən bu dəqiqə. Sakoya dəfə verməyin. Siz nə danışırsınız? Ajansa qoşuldum, təzə ajansa, Türkiyə ajansıdır amma. Mən hal-hazırda bilmirəm, yəni mənim keşfetmə keçişim yoxdur. Bunu düzəltməlidir da. Səhvə verməyin. Kimə verməyim, nə səhvəni, kimə? Sako kimdə ümumiyyətlə? Mən bunu öyrəndim ki, heç bir ajansa ümumiyyətlə səhifənin şəxsi bilgilərini atmaq düzgün deyil. Və bunu da öyrəndim ki, həqiqətən də kartımızı özümüz pul vura bilirmişik. Mən bir ajansım var idi, heç də demirəm, halalçılıq vermirəm. Həm səhifəmə ajanslığı edir, üstündən pul qazanırdı. Həm də polis götürüb mənim pulumu mənə faizimlə atırdı. Mənə bir 5-dən atırdı, bir 7-dən atmırdı mənim pulumu mənə. Bunu təzə öyrənmişəm mən və o ajansdan ayrılmışam. Dəhşət bir şeydir, Allah'a and olsun. Və başqa ajans mənə dedi ki, səhifəmin kodunu və sən giriş çıxışı bunları deməyə ehtiyac yoxdur.